Deməli uşaqlar, bu günləri keçən səfər əslində demişdim vektorların izahı. Prosta 2 bölməsi demişdim. Bu dəfə tam olaraq deyəcəm sizə. Sonra keçəcəyik vektorlarda misalların həllinə. Oldu mu? Vektorlar bölmənin əsas hissələrini deyəcəm sizə. Görək vektor nədir? Vektorlara aid hansı sual düşə bilər? Yəni bizə lazım olan əsas hissələr nədirsə, hamısını sizə deyəcəm. İndi gəlin bölmə. Testimizi açaq bizə səhifə 236-dan, yəni ikinci hissə test topusundan. Birinci bölməmizin adı nədir Ömər? Nöqtənin koordinatları iki nöqtə arasındakı məsafə. Tamam. Deməli, gəl birinci vektor anlayışına baxaq uşaqlar. Vektor nədir? Ümumiyyətlə kim deyər mənə? Kimin yadında qalıb orta məktəbdə falan? Bu vektor anlayışı nə olar sizcə? İstiqamətlənmiş düz xətt. Bəli. Var düz xətt. Məsələn, düz xətt nə bilim yuxarıda gedə bilər, aşağıda gedə bilər. Amma vektor nədir? İstiqamətlənmiş. Yəni müəyyən bir istiqaməti var. Tutaq ki, Cəlilabaddan Biləsuvar'a, nə bilim, Salyandan Bakıya müəyyən bir istiqaməti var. Düzdür? Bəli. İstiqamətlənmiş düz xətt parçasına nə deyiləcək? Vektor deyiləcək. Birinci bölməmizdə nöqtənin koordinatları iki nöqtə arasındakı məsafə. Birinci görün nöqtənin koordinatları deyəndə nə başa düşürük? Tutaq ki, məsələn, A nöqtəsi verir. Misal üçün mən yazıram. 8, 13. Nə deməkdir bu uşaqlar? Yəni, A nöqtəsinin x-i 8-dir, y-i neçədir? 13-dür. Oldu? Bəli. Aha. İndi səndən ola bilsin soruşam, məsələn, bu nöqtə, bu A nöqtəsi neçənci rübdə yerləşir? Sən onu koordinat müstəvisinə qeyd eləməlisən. Birinci rüb. Demək, indi neçənci rüb olması şəkli çəkək göstərir. A-nın x-i neçədir? 8. Təqribən burada bir 8 qeyd elədim. Y-i neçədir? 13. Düzdürmü? Deməli, harada yerləşirmiş? Bax, burada. Birinci. Neçənci rübdür bura? Birinci rüb təbii ki. 2 buradır, 3 buradır, 4 də buradır. Oldu mu? Yəni, verilən nöqtənin neçənci rübdə yerləşməsini biz biləcəyik. Bəli. Rahatlıqla tapa biləcəyik meydi? Bəli. Əla. Bir başqa nöqtə götürək, məsələn, tutaq ki, royal. Yazıram mən A nöqtəsi olsun -3 ilə müsbət 8. -3 müsbət 8. Hə. Şəkil çəkək. X-imiz neçədir burada Ömər? -3. -3. Təqribən burada -3 qeyd edirik. Y neçədir mənim balam? 8. 8. Burada 8 qeyd edirik. Neçənci rübə düşür? İkinci rüb. İkinci rübə. Aydındır uşaqlar? Bəli. Bəli. Bu belə, öz yerində. Nöqtənin koordinatını bilirik. İndi bizə növbəti olaraq Orxan deyir ki, iki nöqtə arasındakı məsafəni, misal üçün, iki dənə nöqtə verəcək, deyəcək arasındakı məsafəni tap. Birinci düsturu yazarıq. Məsələn, A nöqtəsinin koordinatları x1, y1, B nöqtəsinin koordinatları x2, y2 olarsa, AB arasındakı məsafə Ömər nə idi? Keçən dəfə sənə demişdim. Kök altında x2 minus x1 mötərizəsi kvadratı üstə gəlinmiş y2 minus y1 mötərizəsi kvadratı. Y2 çıx, y1 kvadrat. Məsələn, bir misal göstərək uşaqlar. Tutaq ki, A nöqtəsinin koordinatları neçə olsun? Özündən bir iki dənə rədd mənə. Sən deyil, ürəyin istədin. 5, 7. 5, 7. Bir B nöqtəsinin koordinatları olsun 8, nə bilim 8, 11 misal üçün. Yaza bilərdik ürəyimi istədiyin, hə? Bəli. A-da bərabər olacaq kök altında. 8-dən 5 çıxartsan 3 kvartik olaraq qalsın. 11-dən 7 çıxartsan 4 kvartik. 3-ün kvartı 9, 4-ün kvartı 16. Toplamda aysu eləyir neçə qızım? 25, kök altı 25-dən nə çıxacaq? 5. Deməli, A 5, 7, B 8, 11 nöqtələr arasındakı məsafə nə qədər oldu Orxan? 5. 5. Necə tapdıq? İzah eləyək. Mən deyim. Desən, hə. Mən düsturu kök altda x çıxı 1-in kvadratı üstə y2 çıxı y1-in kvadratı. Orada da A ilə B-nin koordinatları verilib. Onu da yerinə qoyub elə tap. Kvadrat hesab. Tabii ki, tapdıq. Sonra, bir də burada nə verəcək uşaqlar sənə? Bir də burada elə imenli bu bölmədən məsələn, tutaq ki, nöqtə verər. Deyən, hansı nöqtənin məsələn x oxu üzərindədir, hansı nöqtə y oxu üzərindədir. Yadında saxla. Məsələn, hər hansı bir nöqtə, fərqi yoxdur. Məsələn, sözlə yazıram mən. Əgər x oxunun üzərindədirsə, mütləqdir ki, bunun y-nin qiyməti nə olacaq? 0. Y-nin üzərindədirsə, Ömər, x-i bərabər olacaq 0-a. Aydındır? Belə başa düş. Məsələn, riyaziyyat dərsindəsən sən hal-hazırda. Dərsdən çıxırsan, valideynin soruşur ki, Azərbaycanda neçə aldın? Deyirsən, axı,
Əziz valideyn, mən Azərbaycanda da deyildim, axı qiymət almamışam da, sıfır yoxdur qiymətim. Mən riyaziyyatdan çıxmışam. Düzdür? Yəni sən Aynen. riyaziyyatdasansa Azərbaycandan cavab verməyə sıfır, yəni yoxdur da verməyibsən cavab. X-in üzərində olanda Y yoxdur, sıfır. Y-in üzərində olanda X bərabər olacaq sıfıra. Oldu? Bəli, müəllim. Məsələn, tutaq ki, deyir, hansı nöqtə o X oxu üzərindədir. Mən aşağıda nöqtələr yazıram. 5, 0, 8, 0, yox, 5, 8, 0 yazmayayım. 0, 7, nə bilim, 7, 4 tutaq ki. Bunlardan hansı X oxun üzərində olacaq? X oxu 1-ci. Bəli, X oxun üzərindədirsə, Y 0. Y bərabər olacaq 0-a. Y 0 olan cavab nədir? 1-ci. Bu Y oxu üzərindədir. Bu isə birinci rübdədir. Nə X oxunun, nə Y oxunun üzərində deyil. Oldu uşaqlar? Bəli, müəllim. Birinci bölmədən bu qədər. Başqa heç nə yoxdur. Problemimiz yoxdur ki, uşaqlar. Xeyr, müəllim. Yox. İkinci bölməmizin adı düz xəttin tənliyi və qarşılıqlı vəziyyəti. Uşaqlar, düz xəttin qarşılıqlı vəziyyəti haqqında mən sizə demişdim, yenə təzədən eyni şeyi təkrarlayacağam. Məsələn, tutaq ki, xətti funksiyaya aid iki dənə xətti funksiya yazır. Məsələn, yazır ki, biri y1 bərabər k1x üstə gəl b1. Biri yazır y2 bərabər k2x üstə gəl b2. Bunun 4 dənə halı var deyirəm, düzdürmü? Bəli. Birinci halımız, tutaq ki, b1 bərabər b2, k1 də bərabər k2 isə nə olurdu bana? Üst-üstə düşür. Bəli, oldu nə? Üst-üstə düşər. Yəni yeni şey olacaq da, k-ları belə, 2 dənə yeni təlinlidirsə, nə olacaq? Üst-üstə düşəcək. Düzdür? Bəli. Aha. Sonra, ikinci olaraq. Tutaq ki, deyəm, belər bir-birindən fərqlidir, amma k-lar bir-birinə bərabərdir. O zaman nə olacaq? Paralel. Olacaq, bəli. Paralel, 2 dənə xətt çəkdim biraz. Paraleldir. Üçüncü olaraq tutaq ki, desək, bu dəfə tərsinə deyirəm. K-ları fərqlidir, beləri bərabər. Bu zaman nə olacaq? Kəsişir. Nə olar? Bəli, kəsişər. Sonra dördüncü halımız bəs perpendikülər olması üçün nə olmalıdır? K1 və K2 bərabər mənfidir. K1 vur K2 mənfi 1 olarsa nə olacaq uşaqlar? Perpendikülər. Oldu? Bəli. Gəl Bəli. ən azından bir nümunə yazaq. Məsələn, birinci, üst-üstə düşməsi üçün biri olsun y1 bərabərdir. 2x üstə gəl 14. Y2 də bərabər olsun nəyə? Yenə də k-ları bərabər, beləri bərabər. 2x üstə gəl 14. Eyni şey oldular. Bəli, Üstə müəllim. düşdü. Paralel olması üçün belər fərqli olmadı, k-lar bərabər. Məsələn, y1 bərabərdir. 2x üstə gəl 5. Y2 bərabərdir. 2x üstə gəl 8 olsa nə olacaq? Paralel olacaq. Oldu? Bəli. Sonra Bəli. kəsişməsi üçün yazaq. K-ları fərqli. Y1 bərabər, məsələn, 2x üstə gəlsin 4 olsun. Y2 bərabərdir, 3x üstə gəl 4 olsun. Beləri eyni, k-ları fərqli olanda nə olur? Kəsişir. Oldu mu? Bəli. Yaxşı. İndi perpendikülər siz deyin mənə. Y bərabər -4-1 x plus Məsələn, 5. biri olsun 4x plus 5. O birisi də O birisi y2 bərabərdir, -4-1 x, bəli. Üstə gəlsin, nə bilim, nəysə, 5 fərqi yoxdursa 7 x. 4 ilə 4-1 hasılı -1 olduğuna görə nə olacaq? Perpendikülər. Oldu? Bəli, Bəli. müəllim. Problem yoxdur ki burada. Xeyr, müəllim. Evet. Lap gözəl. Keçdik. Üçüncü bölməmizin adı nədir Ömər? Çevrənin tənliyi. Çevrənin tənliyi deməli. Çevrənin tənliyi nədir? Başdan adını yazaq. Çevrənin tənliyi. Uşaqlar, əgər nöqtə koordinat başlanğıcından keçirsə, koordinat başlanğıcında əlavə bir nöqtələr yoxdur, axı, düzdür? Yəni, belə deyək, daha doğrusu. Çevrənin mərkəzi koordinat başlanğıcında olarsa, bunun düsturumuz olacaq, x kvadrat üstə gəlsin, y-in kvadratı bərabərdir r kvadratına. Oldu mu? Amma nöqtə çevrənin mərkəzi koordinat başlanğıcında yox, kənar bir AB nöqtələrində olarsa, o zaman sənin təmliyin x çıx a-nın kvadratı üstə gəlsin y çıx b-nin kvadratı bərabərdir r kvadratı olacaq. Oldu uşaqlar? Bəli, müəllim. Demək, bizə deyiləm. Çevrənin tənliyi
Birinci, əgər çevrənin mərkəzi koordinat başlanğıcındadırsa, sadəcə olacaq x kvadrat üzəri y kvadrat bərabər r kvadratdır. Yox, A və B nöqtələrindədirsə, onlar x çıxanın kvadrat üzəri y çıx b-nin kvadratı bərabərdir r kvadratdır. Oldu? Bəli. Bunlara Bəli. gəl məsələn misal yazaq. Tutaq ki, gəl testimizdə olan misallardan baxaq. Ekranı silirəm. Tutaq ki, test toplumumuzda ikinci suala baxaq. İkinci sualda nə verib bizə? Yazıb ki, x kvadratı üstə gələnsin. Y çıx 5-in kvadratı bərabərdir 169. Deyir, çevrəsinin o y oxu üzərində. O y oxu üzərində kəsişməsi. O y oxu üzərində kəsişirsə, bayaqlar dedi nə olacaq? X-i 0. X bərabər 0. X-i yerine 0 yazırsan, bu getdi, düzdür? Yerdə qaldı. Y çıx 5-in kvadratı bərabərdir 169. Y çıx 5 bərabərdir plus minus 13, düzdür? Bir dəfə y çıx 5 bərabərləsən 13-ə, y neçə olur? 18. Bir dəfə də y çıx 5-i bərabərləsən mənfi 13-ə, Mənfi 8. mənfi 8. Deməli, sənin nöqtələrin olacaq nə? X-imiz 0-dır. 0-dan 18-ə, bir də 0-dan mənfi 8. Oldu? Bəli. Variant olaraq Bəli. bizə hardadır? D variantıdır testimizdə. Oldu mu? Bəli. Bəli. Evet. Mesela sonra bir başkasını yazalım. Tutaq ki 6-cı sualımızda. 6-cı sualımızı indi biz düstura gətirəcəyik. Bu sual düstura aidiyyət yoxdur. Hazır misalda qoyduq yerinə. 6-cı sualda nə deyir? Yazıb ki x kvadrat üstə gəlirsin. Y-in kvadratı bərabərdir. 2x üstə gəlir 2y belə bir tənliyi verib. Deyir, tənliyi bu olan çevrənin uzunluğunu tap. Çevrənin uzunluğu r bərabərdir 2pi r-dir, düzdür? Bəli. İndi çevrənin uzunluğunu tapmaq üçün biz nəyi bilməliyik? Radiusu. Radius. Radiusu da biz nə edəcəyik? Düsturdan tapacağıq. Hə, necə tapacağıq? Qulaq asın diqqətdən, bir dənə səbirli olun. Mən hamısını bir yerə yığacağam. X kvadratı. Bu x kvadratına oxşar olan nədir? 2x. Getdim bunu yazdım bunun yanına. Üstə gəl. Y kvadratı çıx 2y bərabər 0. Düzdür? Bəli. Mən bunu nəyisə kvadrat kimi göstərməliyəm, uşaqlar. X kvadrat çıx 2x'in nəyi çatmır? Plus 1'i. Üstə gəlirsin. Y kvadratı çıx 2y, üstə gəl 1'i çatmır. Müsbət 1, müsbət 1, müsbət 2'yə eləyir. Mənfi 2. Bir dənə çıx 2 yazmalıyam ki, mən bu toplamda elə bir əvvəlki vəziyyətə qayıda bilsin də. Düzdür? Bəli. Buradan bura qədər sənə verir, beytik, 2 çıxılsın 1'in kvadratı. Buradan bura qədər Ömər bizə nə verir bana? Y çıxılsın 1-in kvadratı. Bərabərdir. 2'ni də o tərəfə atanda oldu 2. Mənfi 1. Bu da bərabərdir r kvadratı olmalı değildi. Bəli. Deməli r kvadratın yerində nə durubdu? 2. 2. R kvadratı 2'ye bərabərsə, r özü də kök altında 2 olacaq. Bəli. İndi bu azlara qalmışı gətirib yerinə yazarıq. Çevrənin uzunluğu r bərabərlər 2 pi vurulsun kök altında 2. Bu da bərabərlər 2 kökdə 2 pi. Oldu? Bəli. Variant olaraq desək nədir cavabımız? E variantı. Problem yoxdur ay uşaqlar. Xeyr mən. Xeyr. Aysu səsin gəlmir. Ay Aysu, buradasan qızım. Bəli. Aydın oldu. Bəli. Lap gözəl. Keçdik növbəti bölməmiz. Vektorun koordinatları, uzunluğu, cəmi, fərqi, ədədə vurulması. Məsələn uşaqlar bir vektor götürürük biz. A vektoru olsun. Koordinatlar deyək misal üçün. X, Y. Gəl birinci bu koordinatları gördün. A vektor. Bir də vektor yazanda bu dəyişənin üstündə mütləq ki xətti qoyasan. Bayaqlar dedik nə olsun? İstiqamətlənmişdir, yəni müəyyən istiqaməti var. Belə olanda nöqtədir bu, müəyyən nöqtə. Amma üstə xətt oldu ki, vektordur. Oldu mu? Hesablamada bir önəm daşımır, söz yox. Amma yəni yazılış olaraq belə yazılmalıdır, onu demək istəyirəm. Nəysə, bu bizim oldu vektorumuz. Gəl bunun birinci ədədə vurulmasına baxaq. Misal üçün bir K vurulsun A vektorunun koordinatları nə olacaq? Heç nə. K-nı A vektoruna vuranda həmin o dəyişən, yəni K sabiti A vektorunun koordinatlarına da vurulacaq. Olacaq K-X, K-Y. Misal üzərində göstərək daha aydın olsun. Məsələn, A vektorunun koordinatları olsun, tutaq ki 5 ilə 8. Deyirəm, 2 vurulsun A vektorunun koordinatlarını tap. Bu da bərabər olacaq. 2'ni 5'e vuranda 10, 2'ni 8'e vuranda neçə olur? 16. Oldu uşaqlar? Bəli. Problem yoxdur burada. Xeyr.
ədədə vurulması oldu bu. İndi gəl vektorun cəminə və fərqinə baxaq. Tutaq ki, bir A vektoru yazmışam. Koordinatlarımız x1, y1. Bir dənə B vektoru olsun real, x2, y2. Düzdür? Bəli. İndi A vektor üstəgəl B vektor. Uşaqlar, necə ki bayaqları bundan əvvəl deməli biz iki dənə vektor, hər hansı bir vektoru bir sabit ədədə vuranda həmin o sabit koordinatların özünə vuruldusa, yəni koordinatlar üzərində iş gördük. Həmçinin toplayanda çıxanda da koordinatları götürəcək. Yəni A vektor üstəl B vektor, bunun x-lərin bir toplayacaqsan, y-lərini də bir toplayacaqsan. Oldu? Olacaq x1 üstəgəl x2, bir də olacaq y1 üstəgəl y2. Oldu uşaqlar? Həmçinin çıxmasında da A vektoru çıx B vektoru bərabər olar. x1 çıx x2, bir də y1 çıx y2. Oldu uşaqlar? Bəli. Misal Bəli. göstərək. Tutaq ki, A nöqtəsinin vektorunun koordinatları olsun 3, 8, B vektorunun koordinatları olsun 2, 6. Məsələn. A vektoru üstə gəlirsə B vektorunun koordinatları. X-ları 3 üstə 2 neçə edir? 5. 5, 8 üstə 6, 14. 14. A vektoru çıx B vektorunun koordinatları. 3-dən 2 çıxırsan 1, 8-dən 6 çıxırsan 3. Oldu uşaqlar? Bəli. Bəli. Problemimiz yoxdur da hər halda, hə? Bəli. Deməli, Bəli. sabitə vurulması. Cəmini, fərqini yazdıq. Düzdürmü? Problem yoxdur. Xeyr. Bir də qaldı vektorun uzunluğu. Vektorun uzunluğu gəldi bura. Bax sözlə yazıram. Vektorun uzunluğu. Sonra. Bunun başqa adı modulu deyə bilər uşaqlar. Yəni eyni mənanı daşıyacaqlar. Və yaxud da mütləq qiymət də deyə bilər. Mütləq qiymət. Oldu. Yəni sənə vektor verib bunun modulunu tap desə, mütləq qiymətini tap desə, elə vektorun uzunluğunu tapmanı soruşacaq səndən. Bunların mənaları nədir? Eyni şeydir. Misal üçün, sınağa gedirsən, deyər modulunu tap. İmtihana gedirsən, deyər mütləq qiymətini tap. Nə bilim, testimizdə deyər vektorun uzunluğunu tap. Elə nədir bunlar? Eyni şeydirlər. Əsas məsələ necə tapacağımızdır, qaydasıdır. Aydındır mı? Ona baxırsan. A vektorunun koordinatları olsun x, y. Bunun uzunluğunu tapanda yazırsan modulda A vektoru bərabər. Kök altında x kvartı üstəcək y kvartı. Bildik? Necə bayaqlar 2 nöqtə arasındakı məsafə düsturu demişdi. X2 çıx x1-in kvartı. Daha burada çıxlası hesabı yoxdur. Elə bir sıfırdır. 2 çıx 0. Nə qalır? X qalır. Kvartın x kvartı oldu. Aydındır? Misal göstərək buna. Bəli. Misal göstərək. Məsələn, tutalım olsun. A vektorunun koordinatları 6 ilə 8. Uzunluğu nə olacaq uşaqlar? Bərabərdir. Bəli. Kök altında 6'nın kvartı 36, 64, neçə elədi? 100, bundan da nə çıxır? 10. Aydındır? Bildi uşaqlar bunu? Gəl indi biraz daha dərinə gələk, belə deyim. Bunun isbatı ki, bu hardan gəlib çıxır bu? Yəni bunu yazan adam elə belə mırta yazmayıb ki, modul A bərabərdir, x kvart üstə y kvart. Hardan gəlib çıxır? Məsələn, A nöqtəsinin koordinatları 6, 8-dir. Bunu imenlik bunun üstündə göstərirəm ki, daha aydın olsun ki, hardan gəlib çıxır o x kvart üstə y kvart. Uşaqlar, bax, A-nın x-i 6-dır. 6 yazdım, y-i 8 yazdım. Deməli, A nöqtəsi təqribən harada yerləşir? Bax, burada. A vektoru buradadır, düzdür? İstiqamətdə belə gedir də. Səndən bunun uzunluğu soruşur. Buna bir A yazaq, elə qalsın. Bax, buradan bura qədər 6-dır, bura qədər 8-dir. Sənə düzbucaqlı, üçbucaq vermir burada. Düzbucaqlı, üçbucaqlı Pifagor teoreminə görə, bax, bu xəttin uzunluğu nə olacaq? 6-nın kvartı, üstə gəlirsə 8-in kvartı. 100, o da elədi 10. Aydındır? Yəni, düzbucaqlı, üçbucaq yaratdığına görə belə olacaq. Oldu mu uşaqlar? Ömər aydındır? Bəli. Bununla getdik. Bəli. Bəli. Vektorun uzunluğu dedik, necə tapıldı? Növbəti bölməmizin adı nədir uşaqlar? Növbəti nə gəlir? Skalyar vektorlar onların hasılı idi. Skalyar vektorlar yox. Vektorların skalyar hasılı 2. Skalyar başqa şey.
Yəni hasili də bir Ha, sözlə. bəli. Vektorun skaler hasili necə tapılır? Gəl 2 vektor. Tamam. Bu bölməmiz vektorun skaler hasili, iki vektor arasındakı bucaq, vektorun perpendikulyarlığı, kollinearlığı. Gəl buna baxaq. Uşaqlar, iki dənə vektor yazdım. Gəl birinci kollinear vektorlar nədir ona baxaq. Sən birinci bilməlisən ki, kollinearın başqa adı var uşaqlar. Kollinear. Buna və yaxud da paralel deyəcəksən sən. Paralel. Bəzi misalda kollinear soruşar, bəzi misalda paralel soruşar. Oldu mu? Məsələn, A vektorunun koordinatları x1, y1-dirsə, B vektorunun da koordinatları x2, y2-dirsə, əgər bunun x-lərinin nisbətləri y-lərin nisbətlərinə bərabərdirsə, yəni x1 bölü 2, x2 bərabərdirsə y bölü y2-yə, bu zaman A vektoru ilə B vektoru nə olacaq? Paralel, yəni kollinear. Oldu? Paralel Aynen. vektörün ne olduğunu bildi uşaqlar. Mesela böyle bir şey. A Aynen. vektorunun koordinatları 3, 4. B vektorunun koordinatları olsun 9, 12. Həqiqətən bax, bunun ikisinin 9'u 3'e bölündə 3 düşür, 12'nin də 4'e bölündə 3 düşür. Nisbətlər eyni deyil, nə olur? Paralel olacaq. Problem yoxdur ki. Vermək. Ömer izah ilə görün, paralel vektör nə oldu? Paralel olduqda x-lərin nisbəti y-lərin nisbətinə bərabər olur. Paralelin başqa adı nədir? Kollinear. Kollinear. Yəni bəzi misalda səndən paralel soruşa bilər, bəzi misalda kollinear soruşa bilər. Yəni də durub baxmayasan ki, ay dədə vay bu nə idi? Eyni şeydirlər. Oldu? İndi Var. gəldik perpendikulyara. Görək perpendikulyar deyəndə nə başa düşürük biz? Yazaq perpendikulyarı. Uşaqlar, hardan biləcəksən vektor perpendikulyardır? Kim deyə bilər bu haqda? Bəlkə yadınızda qalan olan nəysə. Deyə bilərikmi? Yaxşı, qulaq asın. İki vektor o zaman perpendikulyar olar ki, onun skalyar hasili bərabər olsun sıfıra. Oldu mu? Məsələn, A vektoru koordinatları x1, y1-dirsə, B vektorunun koordinatları x2, y2-dirsə, A vektoru vur B vektoru o zaman perpendikulyar olar ki, A vurulsun B bərabər olsun sıfıra. Yəni, A-nı B-yə vuranda da necə bayaq toplayanda çıxanda x-ləri bir götürmürdü. Səs eləməyin uşaqlar, diqqətlə qulaq asın. Burada da x-ləri bir vurub, y-ləri bir vuracaq. Olacaq x1, x2 üstə gəlsin, y1, y2 bərabər olmalıdır sıfıra. Bu şərtimiz ödənirsə olacaq perpendikulyar. Aydın uşaqlar? Başa düşdük bunu? Və skaler hasili Bəli, tamamlayın. X-ləri bir vurduq. Müəllim, yuxarı skalyar hasili yazmısınız. Necə? Bir də sualda belə. Bəli. Sualda nə dedin bir də sualını ver. Mən Hə, nə dedin də? Sualın nədir? Ay bana, təkrarla. heç nə müəllim, hasil sözünü oxuya bilmirdim, onu soruşdum. Tamam. Deməli, bir də başdan deyiləm. Perpendikulyar vektorlar nədir? İki vektor o zaman perpendikulyar olar ki, onun skalyar hasili sıfıra bərabər olmalıdır. Aşağıda yazmışam. Oldu uşaqlar? Gəlin buna aid misal göstərək. Bəli müəllim. Gəlin buna aid misal göstərək. Tutaq ki, birinci gəl skalyar hasilin tapılmasına aid misal baxaq. Məsələn, tutaq ki, A vektorunun koordinatları olsun 2, 1. B vektorunun koordinatları da olsun məsələn -3, -1. A vektor vur B vektoruna baxaq. Olacaq 2 vurulsun -3 üstə gəlinsin. 1 vurulsun -1. Düzdür? Bu da bərabərdir. 2-ni -3-ə vuranda -6. Üstə gəl -1, yəni çıx 1 deməkdir. Bu da nə olacaq? -1. Deməli, A vektoruna B vektoruna vuranda bizim qiymətimiz nə oldu uşaqlar? -7-yə bərabər oldu. Aydındır? Mənfi.
Problem yoxdur ki burada. İndi gəl perpendikulyara aid bir dənə sual yazaq. Elə testimizdən verəcəm. Səhifə 251-də Var. 18-ci sualda nə deyir bizə qulaq asın. Yazıb ki, A vektorunun koordinatları -3 ilə 4. Deyir, bu vektora perpendikular olan B vektoru -2 ilə x-dir. Olarsa B vektorunun uzunluğunu tapın. Uşaqlar B vektorunun uzunluğunu tapmaq üçün birinci x-i tapmalısan sən. Bayaqlar dedik ki, perpendikulyar olması üçün nə olmalıdır? Hasil bərabər olmalıdır 0. İndi yazırsan A vektoru vur B vektoru bərabər. -3 vur -2 üstə gəl 4 vur x bərabər 0. 4x bərabərdir 3 2'nin 6 o tarafa keçəndə olacaq -6'ya. Düzdürmü? -3 -2 müsbət 6 eləyir. Sağa keçəndə -6. X də bərabərdir 6 böl 4 olacaq 4'də -6 bir dənə ixtisar gedir -2'də 3. Yəni -1,5'ə. B vektorunun koordinatları nə oldu uşaqlar? -2 ilə -1,5. Düzdür? Deməli x-in -1,5 qiymətində perpendikulyar olar. İndi səndən deyir ki, uşaqlar bunun uzunluğunu tap. Yazırsan modulda B vektoru bərabər kökaltı kvartları cəmi -2'nin kvartı 4 1,5'nin kvartı 2,25. Bunları da toplayanda kök altında 6,25 olar. 6,25'den nə çıxır? 2,5. Oldu uşaqlar? Problem yoxdur burada. Bəli. İmtahanlarda düşən bir mövzudur bu. Vektoral qəlbi sifat sualınız var. OTK-nın sınavlarına düşmüşdü o günlərdə. Bu belə getdi. Sonra. Əlavə olaraq nə qaldı burada uşaqlar? İki vektor arasındakı bucağın tapılması. Hə? Koloniallığı dedik. Perpendikularlığı dedik. Bəli. Skaler hasılı dedik. Qaldı nə? Arasındakı bucaq. İki vektor arasındakı bucağı bu düsturla tapılır uşaqlar. Kosinüs alfa bərabərdir. Sürətdə deməli A vektoru vurulsun B vektoru. Aşağıdan modulda A vektoru vurulsun modulda B vektoru. Bunlar nədir uşaqlar? Yuxarı skaler hasildir. A vur B. Yəni olacaq x1 x2 üstə gəlsin y1 y2. Aşağıda modulda A vektoru. A vektorunun koordinatları x1 y1 olacaq. x1'in kvartı üstə gəl y1'in kvartı vurulsun x2'nin kvartı plus y2'nin kvartı. Oldu uşaqlar? İki vektör arasındakı bucağın tapılmasını bildiğin necə tapacaq? Gəlin buna aid bir nümunə göstərək. Məsələn, 19-cu sualda A vektorunun koordinatları 1, 1, 0,5 verib. B vektorunun koordinatlarını yazıb 0, 2, 2. Arasındakı bucağı. Yazsan kosinüs alfa bərabər. Sürətdə x1, x2. 0'ı 1'ə vurdun 0. Üstə gəl. 1'i 2'yə vurdun 2. Üstə gəl. 0,5'i 2'yə vuranda da 1. Sürət oldu bu. Məxrəcdə. 1'in kvartı 1. Üstə gəl. 1'in kvartı 1. Üstə gəl. 0,5'in də kvartı 0,25. Vurulsun. Bu birisində 0 plus 4 plus 4. Bərabər. Qulaq asın uşaqlar səs eləməyin. Sürətdə 3. Məxrəcdə birinci kökümüz oldu uşaqlar. Deməli 1 üstə 1 2. O da 0,25 oldu. 2,25. Vurulsun. 4 4 8 bərabər. Uşaqlar 3 qaldı yerində. 2,25'dən 1,5 çıxar. 8'i 4 vur 2 kimi yazsaq 4'dən 2 çıxar. Qalar yerdə bir dənə 2. Bu 1,5'i 2'yə vuranda 3 yerlər yuxarıdakı ilə gedər. Nəticədə kosinüs alfa bərabər olar 1 böl kökdə 2. Buradan da hər tərəfi kök altı 2'yə vursaq sürət olar. Deməli kök 2, məxrəc olar 2. Kosinüs də kök altı 2 bölgünü harda alır? 45 dərəcə. Deməli bucağımız nə qədər oldu uşaqlar? 45 dərəcə. Oldu mu? Və beləliklə vektorlara aid bütün qaydaları dedik uşaqlar. Başqa heç nə qalmadı. Bu dediklərimizdə problemi olan var uşaqlar? Vermem. Hər kəs hər bir şey tam olaraq başa düşdü. Deməli vektorun nə olduğunu bildi. Bu günlər nə keçdik? Yəni Bəli. nəzərimizdən keçirdək.
Vektorun nə olduğunu bildik. Koordinatlarını bildik. Rubrə yerləşdirməyi bildik. Toplanması, çıxılması, vurulması, yəni skaler hasili vədədə vurulmasını ayrıca bildik. Paralel vektorlar nədir, perpendikular vektorlar nədir bildik. Çevrənin tənliyin keçdiyi ona aid misal göstərdim. Arasındakı bucağı da tapdıq. Bunlarda problemi olan varsa bir də deyə bilərəm ha uşaqlar. Fərqi yoxdur misalda və yaxud da qaydanın özündə. Hər şey tam aydındır. Bəli. Ayşə Bəli, başa bəli. düşdüyü bütün sualları. Bəli, bəli. Lap gözəl.